Əlimdə qələm var. Dərin və fikirli gözlərimlə bəmbəyaz, saf kağıza baxıram. Fikirləşirəm. Görəsən, necə təsəvvür edim onu? Böyük, dahi bir şəxsiyyət kimi, yoxsa sadə, qəlbi təmiz, ürəyi açıq bir Azərbaycan vətəndaşı kimi? Danışdığım insan bu xüsusiyyətlərin ikisini də özündə daşıyır. İlahi, bir insan eyni anda necə dahi bir şəxsiyyət və sadə bir vətəndaş ola bilər? Ancaq kamil insanlar bunu edə bilər. Yəqin ki, kimdən danışdığımı anladınız. Bəli, mən Azərbaycanın xilaskarı, vətən oğlu, qayğıkeş ata, bütün xalqın ümid və pənah yeri olan Heydər Əliyevdən danışıram. Azadlıq, müstəqillik, firavan həyat və Heydər Əliyev. Bu sözləri söylərkən özümüzdən asılı olmayaraq Azərbaycanın yetişdirdiyi bu qüsursuz vətəndaşı böyük fərəh hissi ilə anırıq. Doğmaq elini, obasını, qəlbən sevən, cəmiyyəti öz zəka nuru ilə işıqlandıran Heydər Əlrəzaoğlu Əliyev kimi şəxsiyyət tarixə çox nadir hallarda bəxş olunur. Heydər Əliyev Azərbaycanı günəşli sabahlara apardı. Günəş öz şəfəqini aləmə necə saçırsa, Heydər Əliyev də öz zəkasını, öz ağlını Azərbaycan xalqından əsirgəməmişdir. Qoca tarix öz təkərini yorulmadan, usanmadan elə hey fırladır. Neçə böyük imperiyalar, neçə böyük mədəniyyətə malik bütöv xalqlar, neçə böyük ölkələr silinib dünya xəritəsindən. Hər bir ölkə nə vaxtsa məhv olmaq qorxusu ilə üz-üzə dayanırlar. Ancaq bəxtləri onda gətirib ki, həmən kritik, çıxılmaz anlarda ortaya elə bir lider çıxır ki, onları bir yumruq kimi birləşdirib mübarizəyə qaldırır. Baxın, bizi mübarizəyə qaldıran şəxsdir Heydər Əliyev. Azərbaycan tarixində Heydər Əliyev kimi nadir, dahi bir şəxsiyyət yetişdi və dünya siyasətçiləri arasında ən layiqli yeri tutdu. Dahi şəxsiyyət Heydər Əliyev həm də psixoloji fenomen olaraq fərqlənirdi. Qeyri-adi yaddaş, yüksək zehin və fiziki gərginliyə davam gətirmə qabiliyyəti onun liderlik fəaliyyətini daha da aydın nəzərə çatdırır. Yeni lider Heydər Əliyevin psixoloji xüsusiyyətləri arasında nitqini də xüsusi qeyd etmək lazımdır. O vətənini, xalqını sevir, bütün həyatını dövlət və əhalinin siyasi, iqtisadi rifahına həsr etmişdir. 44 günlük şanlı zəfər də onun vəsiyyətinin ən önəmli məqamı idi. Ali Baş Komandanımızın 8 noyabr çıxışı hər kəsin yadındadır. Mən ata vəsiyyətimi yerinə yetirdiyim üçün xoşbəxtəm, deyən Ali Baş Komandan bir daha sübut etdi ki, ümummilli lider Heydər Əliyev son nəfəsində belə xalqın gələcəyini düşünmüşdür. Heydər baba, biz əmanət qoyub getdiyin Azərbaycanın çiçəklənməsi üçün əlimizdən gələni edəcəyik. Bizə uzanan xain əlləri kəsib, üç rəyli bayrağımızın dalğalanması üçün əzmlə çalışacağıq. Şair hər bir Azərbaycan vətəndaşı üçün çox gözəl demişdir. Ürəyində coşub əbədi nəğmələr, vətən sevgisində dəliqanlıyam. Qəlbimdə qalan əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam.